Hamınızı təbrik edirəm, bütün Azərbaycan xalqını bu şanlı qələbə münasibətilə. Qeyd elədiyiniz kimi, Quran da buyurur ki, sizinlə vuruşanlarla vuruşun. Ümumiyyətlə, mərhəmət bütün dinlərin mahiyyətində var. Azərbaycan xalqı bu sınaqdan uzaq çıxdı. Bütövlükdə müxtəlif azsaylı xalqlar, dini inancları təmsil edən insanlar yumruq kimi birləşə bildilər. Azərbaycan əskərinin göstərdiyi şücaət, Azərbaycan əskərinin döyüş meydanında qətiyyəti arxa cəbhədə xalqımızın yumruq kimi birləşməsi ilə tamamlandı. Bu iki amil və Ali Baş Komandanın qətiyyəti bu müharibədə qələbə çalmağımıza səbəb oldu. Ona görə də bilirsiniz, doğrudan da nəhəng bir iş görüldü qısa bir müddətdə. Biz çox həssas bir regionda yaşayırıq. Biz güclü olduğumuz üçün ədalətli mövqeyimizi qəbul etdirə bildik. Silah gücünü etdik, bəli. Quran da buyurur ki, insanları sülhə çağırın. Amma əgər razılaşmasalar, düşmən silaha sarılarsa, sizinlə vuruşanlarla vuruşun. Azərbaycan ordusu dünya hərb elminə bir görünməyən bir örnəklər təqdim etdi. Azərbaycan ordusu öz qüdrətini nümayiş etdirdi. Həm döyüş ruhu, ruh yüksəkliyi, həm də hərbi hazırlığı, ordumuzun döyüş hazırlığı bu savaşda özünü göstərdi. Yəni biz atəşkəs dövrünü hədər verməmişik. Biz atəşkəs dövründə həm diplomatik müstəvidə, həm hərbi istiqamətdə lazım olan addımlar atmışıq və biz mövqeyi, məqamı gözləyirdik və elə bir məqam gəldi çatdı ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa eləmə imkanından tam şəkildə yararlandı və bu parlaq bir qələbəyə nail olduq.